Sözlə, bax bu nişan Masazır dairəsinə bir dənə giriş bu nişanla tətbiq olunub. Qalan girişlər svetoforladır. Bu nişan bizə deyir ki, sürücü, maddə 42, 15-ci hissə. Sürücü, dairədə hərəkət edən nəqliyyat vasitələrə mane olmadan hərəkət elə. Bu sürücülərin bir dənə çıxış yolu, bir dənə fürsətləri nə vaxt olur? Masazır istiqamətindən gələn sürücülərə qırmızı işıq yananda, o stop xəttində dayanıb bu istiqamətdə gəlmək istəyən sürücülər yerindən hərəkətə başlayıb bura çatana qədər bu avtomobillərin fürsəti var ki, dairəyə daxil olsunlar. O avtomobil orada dayananda bu istiqamətdən gələnlərə yaşıl siqnal yanır. O sürücülər Masazır dairəsində hərəkət edib Xırdalan istiqamətində yaxud Bakı istiqamətində hərəkət edəndə o sürücülərdən qorxur, çəkinir. Düşünür ki, yəqin onlar bizim sağımıza düşür, onlara yol verək. Bəzi sürücülər dayanır, arxadakılar ona siqnal verir, sür, yol tanıyanlara siqnal verir və bura siqnal əlindən ağız deyəni qulaq eşitmir. Ona görə də yadda saxlayın ki, demirəm onların üstünə sürün, amma özünüzü itirmədən hərəkət edin. Çünki yol sizindir. Siz dairədə hərəkət edən sürücü hesab olunursunuz. Onlar isə dairəyə daxil olmaq istəyən sürücüdür. İndi burada vəziyyət belədir ki, burada da svetofor tətbiq olunsa ümumiyyətlə aləm deyəcək bir-birinə. Ona görə o sürücülər sizdən minnətlidir. Onlar sizə mane olmadan hərəkət eləməlidir. Qardaş deyir ki, səhifəni izləyirik, izləyərsiniz. Sağ ol. Və bunu da ümumiyyətlə savadı çox zəif olan sürücülərə izah eləmək istəyirəm ki, belə yol ayrıclarında baş yol nişanıdır, yol verin nişanıdır, öz əhəmiyyətini itirir. Nə qədər ki, işıqfor işləyir, o halda üstünlük nişanları ehtiyat üçün saxlanılır. Nə zaman ki, svetoforlar sönsə, sarı işıq yanıb sönsə, bu missiya tətbiq olunsa, o halda üstünlük nişanları rol oynayır və ona uyğun hərəkət eləməliyik. Gələn sürücülər, hansı ki, Məhəmməd Əmin Rəsulzadə küçəsi ilə gəlib birbaşa dairəyə daxil olmadan sağa dönə bilir və həmin hissə nizamlanmayandır. Yəni, Sokar yanacaq doldurma məntəqəsinin həyət hissəsinə daxil olurlar və oradan sağa dönürlər. Onlar nə svetofor görür, nə digər bir şey görür. Sadəcə olaraq bir dənə yol ver nişanı görür orada. O yol ver nişanında deyir ki, sürücü, sol tərəfdən yaxınlaşan avtomobillərə mane olmadan mütləq sağa dönməlisən. Orada məcburi sağa hərəkət istiqamət nişanı qoyulub. Diqqətiniz üçün təşəkkür edirəm. Əgər video izahlarımız faydalıdırsa, bəyənin, qayd edin və fikirlərinizi bildirməyi unutmayın. Təşəkkür edirəm.